Salam, hər vaxtınız xeyir olsun. Bu videonu çəkməkdə məqsədim odur ki, Sabunçu rayon prokurorluğunun öz başlanğılığından danışacağım. Çox bir prokurorluqda olmuşam, yəni mən belə bir öz başlanğılıq görməmişəm. Amma dünənləri Sabunçu rayon prokurorluğunda öz başlanğılıq gördüm. Vətəndaşa yuxarıdan aşağı baxmaqlarını gördüm. Mayın 30'u Gezdəm dünyasını dəyişdi. İyunun 11'i, yəni dünənləri. Biz Sabunçu prokurorluğuna getdik, yəni evdəkilərlə. 3 nəfər getdi prokurorluğa. Prokuror daxil olandan sonra əyləşdi və bizi çağırmaqlarını gözlədi. Bir nəfər içəridə 10 dəqiqəyə yaxın idi ki, qışqırdı. Biz 10 dəqiqə vaxt keçirdik oturduğumuz. Qışqırırdı ki, məni İbrahim müəllim qəbul edəcək. İbrahim də prokurordur. İbrahim Ləmbərənskidir, Sabunçu rayonunun prokurorluğu. 10 dəqiqə də qışqırırdı ki, məni qəbul edəcək. Niyə qəbul eləmişsiniz? Niyə işimə baxmırsınız? Və mən bir müdaxilə, bir vətəndaş kimi müdaxilə elədim ki, niyə baxmırsınız işinə ki? Bu adam bir yerdən qışqırır, çağırır, heç kimlə baxmır. Deyirsiniz ki, gözsən, xəbər elədiysən. O da deyir, sən xəbər elədiniz. Deyinin, mən oturum gözləyim, ya gedim, sabah gəlim. O adamın gəldilər dərhal, mənim müdaxiləmdən sonra işinə baxdılar, yola saldılar. Və onun qışqırığına görə heç demədilər, mən qışqırıq hakir salmağıma görə, deyir ki, sən burada sakitçiliyi pozursan, dərhal polis əməkdaşlarını çağırırlar. Halbuki haqqımdır mənim müdaxilə eləmək. Bir media olaraq və bir vətəndaş olaraq. Təhqir eləməmişəm, dava qırğın salmamışam. Səs salmışam ki, niyə qəbul eləmirsiniz? Çünki bizdə ancaq gərək qışqırasan ki, gərək qəbul eləsinlər səni. Ondan sonra özlərini elə apardılar ki, səni bu dəqiqədə mən 20 il həbsə göndərərəm. Yəni o cür tonda danışırlar adamla. Prokuror biraz özündür ki, yəni, biz ağır qurumaq bizim sözümüzdən heç kim çıxa bilməz. Yəni mən vətəndaş olaraq da mən öz fikrimi bildirəcəm. Dərhal 13-cü polis bölməsinə əməkdaşlar yaxınlaşdılar. Sabunçu rayonunun 13-cü polis bölməsinə əməkdaşlar. Dərhal yaxınlaşdıq 13-cü polis bölməsinə. Hal qəziyyəni danışdım. 13-cü polis bölməsinin rəisi, polis polkovnik leytenantı Anar Süleymanov və əməkdaşları da çox gözəl idi, çox möhtəşəm idi. Güldülər ki, yəni buna görə səni bura çağırırlar, səndən şikayət eləyir prokuror. Yəni prokuror, yəni bu nə, sən bir media olaraq, bir mediadan da kənar, bir vətəndaş olaraq müdaxilə eləmişsən ki, vətəndaşın işinə baxılması üçün. Bu nə boş-boşdur. Zəng elədi, tapşırır, danışdı prokurorluqla. Anar Süleymanov dedi, yox, məhkəməyə çıxar. Dünənləri axşam saat 5-dən məhkəməyə çıxartdılar məni. Çıxartdılar, hakim də çox gözəl hakim idi, Sabunçu rayonunun hakimi, məhkəməsinin hakimi Elnurə xanım. Çox gözəldir, buradan da təşəkkürümü bildirim. Baxdı, güldü ki, yəni sən birinci media olaraq fikir bildirməlisən. Yəni vətəndaşı qəbul eləmirsən, dedim sən qəbul elə, burada nə var ki? İkincə, bu nədir ki, yəni bu nə şikayətdir ki, göndəriblər. Biz hələ boş-boşuna oturaq bunların belə şeyləri hələ qulaq asaq. Yəni həqiqətən də olan bir dəyərli vaxtlarını aldılar bir neçə dəqiqə. Dərhal ittiham elədi ki, yəni çıx get, yəni heç cərimə də, heç nə. Yəni sadəcə güldü yola saldı ki, ged Allaha əmanət ol. Yəni bu prokurorluq çox öz başınadır. Mən rayonlarda, bölgələrdə prokurorluq görürəm, o qədər də mehriban, o qədər də gözəl. Amma mən dünənlər Sabunçu rayon prokurorluğunda öz başınalığı o belə gördüm mən. Yəni çox öz başına, vətəndaşa çox yuxarıdan aşağı baxırlar. Dəhşət dərəcədə. Hə, mən sən insanı nə edirəm? İndi sən baş oynasaram, sən bilirsən, nə edəcəksən ki? Nə edəcəksən? Səsimi çıxarda bilmirəm. Çıxartmamalıyam səsimi. Yoxsa çıxarda bilmirəm mən səsimi. Qardaşım, deyir qəbul elə də. Niyə qəbul eləmirsən ki? Niyə vətəndaşa baxmırsan ki? Sən nə deyir ki, deyir qəbul elə. Mən də bir vətəndaş olaraq deyirəm, qəbul elə. Qışqır hakir salıb 10 dəqiqədir, biri çıxıb cavab vermirsiniz. Hə. Təşəkkür edirəm diqqətiniz üçün.